Bismillahirrahmanirrahim. Salamlayıram sizi dəyərli tamaşaçılar. Ramazan ayının 22-ci günündə. Ötən dəfə Həzrət Əli əleyhissalamın şəhadəti barəsində danışmışdıq və bu dəfə də inşallah ki, Həzrət Əli əleyhissalamın şəhadəti barəsində və necə şəhadətə yetirilməsi barəsində tarixi nöqtələri qeyd edəcəyik inşallah. Həzrət Əli əleyhissalam barəsində qeyd etdik ki, ümumilikdə Nəhrivan döyüşündən sonra bir qrup xəvariclər Məkkə şəhərində toplaşırlar. Və Məkkə şəhərində toplaşdıqları zaman belə bir söhbət olur aralarında ki, bəs bu cəmiyyət, bu insanlar, İslam ümməti məhz Muaviyə və Həzrət Əli əleyhissalamın əlindən pərişan haldadılar. Yəni bu onların düşüncəsi idi ki, Həzrət Əli əleyhissalam və Muaviyə cəmiyyətə zərər verir yalnız. Və Həzrət Əli əleyhissalam yox, Muaviyə ki, məlum idi ki, bəli, tarixdə ən böyük hiyləgər şəxs kimi tanınır və həqiqətən də böyük fitnələr törədirdi. Həzrət Əli əleyhissalamın şəxsiyyətini qaraltmağa çalışırdı. Amma xəvariclər belə düşünürdülər ki, bu iki şəxs aradan getməlidir. Onlar öz aralarında danışdıqları zaman, yəni İbn Mülcəm də onların arasında olur və bu söhbəti edirlər. Söhbət yekunlaşmamış, Əşcə qəbiləsindən bir kişi onlara belə bir nöqtə deyir ki, Əmr ibn As onlardan da pisdir və nəuzubillah, bu tarixdə onların sözüdür, yəni Əli əleyhissalamdan uzaq olsun misalı və bu Əşcə qəbiləsindən olan bir kişi deyir ki, Əmr ibn As daha hiyləgərdir və fitnələrin başı odur, o da gərək aradan getsin. Və bir gün danışanda belə qərara gəlirlər ki, bu üç şəxsi aradan qaldırsınlar, yəni qətlə yetirsinlər. Üç şəxsi aradan qaldırmaq üçün üç nəfər şəxs lazım idi, üç nəfər lazım idi ki, bu işi görsün. Onlardan birincisi Əbdurrahman ibn Mülcəm idi, hansı ki, öz öhdəsinə, öz istəyi ilə Həzrət Əli əleyhissalamın şəhadətini götürür. Həzrət Əli əleyhissalamı boynuna götürür və tarixdə də qeyd olunub ki, o deyir ki, Əlini öldürmək mənim boynuma, yəni mən onu qətlə yetirəcəm. Və bu məlun Həzrət Əli əleyhissalamı öldürməyi öz boynuna götürür. Digər şəxslər isə Həccac ibn Abdullah idi ki, Muaviyyənin ölməyini boynuna götürür. Yəni Muaviyyəni qətlə yetirməyi o şəxs boynuna götürür və İbn Bəkir Təmimi adında bir şəxs də Əmr ibn Ası öldürməyi boynuna götürür. Bu üç şəxs toplaşırlar və bir-birləri ilə əhd bağlayırlar. Əhd bağlayırlar ki, Ramazan ayının 19-cu gecəsində, sübh çağında, eyni vaxtda bu üç şəxsi zəhərli qılıncla qətlə yetirsinlər. Və bunlar öz əhdlərini bağladıqdan sonra üçü də ayrı-ayrı istiqamətlərdə yola düşür. Əbdurrahman ibn Mülcəm məlum Küfəyə yola düşür, Həzrət Əli əleyhissalamı şəhadətə yetirmək üçün və Həccac ibn Abdullah yola düşür Misirə, Muaviyyəni öldürmək üçün və İbn Bəkir Təmimi də Şam şəhərinə yola düşür. Üçü də ayrı-ayrı istiqamətlərdə yola düşürlər və öz əhdlərinə vəfa etmək üçün, öz çirkin işlərini icra etmək üçün yola düşüb işlərini davam edirlər. 19-cu gündə, Ramazan ayının 19-cu gecəsində bunlar sübh namazı vaxtı qərar idi ki, məsciddə namaza gedən vaxtı bu üç şəxsi qətlə yetirsinlər. Və tarixdə qeyd olunur ki, ümumilikdə Əmr Asın yerinə bu şəxslər ki, gedirlər hərəsi ayrı-ayrı istiqamətlərdə, ayrı-ayrı məkanlarda bu üç şəxsi sübh namazında məscidə ki, gedirdilər namaz qılmağa, o vaxtlarda qətlə yetirəcəkdilər. Əmr Asın yerinə belə olur ki, tarixdə qeyd olunub ki, düzgün qidalanmadığı üçün tarixdə qeyd olunduğu kimi Əmr Asın yerinə quluncu tutur, yəni yeməkdən halı pis olur və quluncu tutur həmin axşam və məscidə namaz üçün özü getmir. Öz yerinə İbn Əbi Həbibə adlı bir şəxsi göndərir namaza. Və onu öldürmək istəyən şəxs zəhərli qılıncla yaxınlaşanda həmin o İbn Əbi Həbibə adlı şəxsi qılıncla yaralayır
və neçə gün xəstə yatağında olur bu şəxs. Daha sonra tarixdə qeyd olunur ki, yəni Muaviyəni vurmaq üçün gedən şəxsdə Muaviyəyə namaz anında həmlə edir, rükuda olanda və yaxud səcdədə olanda qeyd olunur ki, həmlə edir və onun ayağından yaralayır. Sözsüz ki, qılınc zəhərli qılınc olur. Lakin aqibəti necə olur bunların? Aqibəti belə olur ki, Muaviyə yəni böyük təbibləri gətirir, halı pisləşir, böyük təbibləri gətirir və təbib onu yoxladığı zaman deyir ki, sənə elə bir zəhərli qılıncla zərbə vurublar ki, əgər istəyirsənsə həyatda qalasan, ya gərək çox möhkəm qızdırılmış bir dəmir parçası ilə sənin ayağına basaq ki, bu ağrıya dözməlisən, həmin yaranın üzərinə basmalıyıq və əgər istəyirsənsə ağrı çəkməyəsən, bir növ şərab var ki, o şərabla sən müalicə oluna bilərsən, o zaman da artıq sənin heç vaxt övladın olmayacaq. Və bu zaman Muaviyə deyir ki, mənim ağrıya dözməyə taqətim yoxdur və mən istəmirəm ağrıya dözüm və övlad mənim üçün Yezidlə digər oğlum bəsdir. Bu iki oğlum mənə kifayətdir. Və onu şərabla müalicə edirlər. Şərabla müalicə edirlər və o sağlamlığına qovuşur, tarixdə qeyd olunur. Lakin onun heç vaxt, yəni övlad olma qabiliyyəti olmur daha. Və daha sonra qeyd olunur ki, Əmr As gəlir həmin İbn Əbi Həbibə adlı şəxsin yanına. İbn Əbi Həbibə deyir ki, Allaha and olsun ki, o adamın qəsdi bu idi ki, səni öldürsün. Və Əmr As isə cavabında deyir ki, Allah isə iradə etdi ki, İbn Əbi Həbibə qətlə yetirilsin. Və tarixdə qeyd olunur ki, həmin şəxs də bu qılınc zərbəsindən dünyadan köçür Əmrasın yerinə. Yəni ikisi də müvəffəq olmurlar. Amma Əmrası vuran şəxs çox möhkəm şəkildə ağlayır. Onun üçün ölüm, yəni qətli qərarı verirlər və ağladıqda deyirlər ki, sən bilmirdin ki, bu işin nəticəsi nədir. Bu zaman o deyir ki, mən ona ağlamıram, mən ona ağlayıram ki, mənim qardaşım İbn Mülcəm, yəni mənim dəstəmdən, mənim qrupumdan olan İbn Mülcəm öz arzusuna çatdı, amma mən müvəffəq ola bilmədim Əmr Ası öldürməyə. Yəni onun narahatçılığı bunun üçün olur. Amma İbn Mülcəm nə edir? İbn Mülcəm qeyd olunur ki, Küfəyə gəlir və Küfədə xəvaricilərin məskunlaşdığı bir məhəllədə sakin olur və ondan sonra hər hansı bir səhabələrdən birini ki, xəvaric idi, ziyarət etmək üçün onun evinə gedir. Onun evinə gedəndə orada Qətamə binti Əxsər və Qətamə binti Əxsəri görür. Qətamə binti Əxsər Teymiyyə qəbiləsindən olur və o da qardaşı və atası xəvariclərdən olur. Qeyd olunur ki, İbn Mülcəm bu qadını burada gördüyü zaman ona aşiq olur, ona vurulur. Və sözsüz ki, onun qəsdi Əleyhisselamı öldürmək idi və yalnız o xəvaricilərin hamısından öz qəsdini gizlədirdi ki, bu söz yayılmasın və öz işini rahat şəkildə görə bilsin. O Qətaməyə vurulur və Qətamə ilə evlənmək istəyir, ona elçi düşür. Qətamənin Əleyhisselama çox böyük bir kini olur qəlbində. Kinin səbəbi isə bu olur ki, qardaşı və atası Nəhrivan döyüşündə Həzrət Əleyhisselam tərəfindən qətlə yetirilirlər, yəni öldürülürlər. O bu yüzdən böyük bir kin daşıyır qəlbində. Ona İbn Mülcəm elçi düşdüyü zaman soruşur ki, Mehriyə nə verəcəksən mənə? İbn Mülcəm deyir ki, hər nə istəsən mən sənə onu verərəm. O Mehriyə təyin edir. Mehriyəsi 3000 dirhəm olur, bir kəniz, bir qulam və Həzrət Əli Əleyhisselamın ölümünü istəyir İbn Mülcəmdən. Deyir ki, mənim haqqım budur ki, 3000 dinar, bir qulam, bir kəniz verəsən və bir şərti də budur ki, Həzrət Əlini öldürəsən. İbn Mülcəm bütün hamısı ilə razılaşır, amma öz içindəki sirrini ona bildirməmək üçün ona deyir ki, hamısı qəbuldur, amma Əlini öldürmək biraz çətin işdir. Mən necə bu işə müvəffəq ola bilərəm? Qətamə deyir ki, mən öz qəbiləmdən sənə adamlar verərəm və Əli Əleyhisselam hansısa bir işə məşğul olduğu zaman sən gizli şəkildə onu arxadan vurarsan. Və bu zaman İbn Mülcəm görür ki, Qətamə onunla eyni etiqaddadır, eyni istəkdədir. İçindəki
bütün sirrini ona açır və Qətamiyə deyir ki, mənim elə bu şəhərə gəlməkdə qəsdim əlini öldürməkdir. And olsun ki, əlini öldürməkdən başqa bir hədəfim yoxdur və mən bura elçi düşməyə və yaxud evlənməyə gəlməmişdim. Sadəcə onu görür və ondan xoşu gəldiyi üçün onunla evlənmək istəyir və Qətamiyə də onu bu işə təşviq edir. Ona deyir ki, mən sənə kömək edərəm, öz qəbiləmdən insanlar verərəm ki, onlar sənə kömək edərlər və gizlənməyə kömək edərlər və əgər sən onu öldürməyə müvəffəq olsan, mən səninlə ailə quraram və əgər sən onu öldürən zaman özün, yəni ölsən, o zaman da sənə mükafat veriləcək. Yəni etiqadı bu olur ki, ona əleyhissalamı öldürmək üçün məlum şəxsə mükafat veriləcək. Və İbn Mülcəm onun adamları ilə bərabər ki, yanında özündən əlavə bir neçə nəfər olur ki, qılıncla silahlandırılır və hətta tarixdə qeyd olunur ki, Qətama ipək bir saplarla, iplərlə qılıncı onların sinəsinə bağlayır. Yəni altda gizlədir, paltarının, libasının altında gizlədir ki, onlar rahat şəkildə məscidə girib şübhə olmadan işlərini görə bilsinlər. Və Qətamənin təyin etdiyi adamlardan biri, yəni bu işi görmək üçün, həmlə etmək üçün şücaəti olmur, müvəffəq ola bilmir, amma İbn Mülcəm məsciddə olur. Tarixdə qeyd olunur ki, gecədən sübh namazını gözləyən şəxslər olur və yanında qəbilədən, Qətamənin qəbiləsindən olan şəxslər olur. Həzrət Əli əleyhissalam özü bilirdi ki, şəhadətə yetəcək. Çünki minbərdə bir dəfə öz yəni səhabələrinə tövsiyə edən zaman səhabələrdən biri ona sual verir. Ramazan ayı barəsində tövsiyələrində səhabələrdən biri ona sual verir ki, ey Əmir-əl-Möminin Əli əleyhissalam, bizə Peyğəmbərin sənə dediyi şeylərdən qeyd elə Ramazan barəsində. Əli əleyhissalam bir neçə tövsiyələr edir və tövsiyələrin sırasında bu cümlədə olur. O deyir ki, Peyğəmbər buyurmuşdu ki, ən üstün şəxs, ən üstün ayda şəhadətə yetəcək ən pis şəxs tərəfindən və lənətlənmiş bir şəxs tərəfindən və o da mən Əliyəm ki, Peyğəmbər mənə demişdi ki, sən Ramazan ayında, yəni ən üstün ayda, ən üstün şəxs olaraq dünyadan şəhadətlə gedəcəksən. Və bu zaman artıq səhabələr başlayırlar hönkürtü ilə ağlamağa və o öz xütbəsinə davam etmir, minbərdən aşağı enir. Həzrət Əli əleyhissalam tarixdə keçən dəfə də qeyd etmişdik ki, öz övladlarının evinə ziyarətə gedir və Həzrət Zeynəbin evində olur iftar həmin gecə və o neçə dəfə səhərə qədər ibadət edir, səmaya baxır və deyir ki, and olsun ki, bu gecə həmin gecədir ki, mən öz arzuma çatacam. Və o məscidə doğru gəlir. Əlbəttə, tarixdə qeyd olunur ki, bəzi şəxslər xəbərdar olurlar İbn Mülcəmin işindən, görəcəyi işdən. Elə bilirlər ki, Həzrət Əli əleyhissalamı evinin yolunda, məscidin yolunda şəhadətə yetirəcəklər və onu xəbərdar etmək istəyəndə, evinə doğru gedəndə artıq Əli əleyhissalam başqa bir yolla məscidə gəlmiş olur. Və məscidə gəldiyi zaman görür ki, insanlar orada yuxulayıblar, onları bir-bir oyadır və hətta İbn Mülcəmi də oyadır və İbn Mülcəmə deyir ki, yəni mən bilirəm sən hansı iş üçün bura gəlmisən və hətta vurğulayır ki, hətta sənə deyərəm ki, sinəndə nə gizlətmisən? Sinəndə nə gizlətmisən və ona hardasa işarə edir ki, bu işi görməsin və bu iş onun yəni cəhənnəmə vasil olmasına səbəb olacaq. Amma İbn Mülcəm öz çirkin işindən əl çəkmir. Həzrət Əli əleyhissalam mihrabda namaz halında olanda ona həmlə edir və onun başını zəhərli qılıncla yaralayır. Həzrət Əli əleyhissalam yəni yerə yıxıldıqdan sonra insanlar yəni İbn Mülcəmi tuturlar, istəyirlər ki, ona zərər yetirsinlər. Əli əleyhissalam İmam Həsənə deyir ki, bu işi görməyin, gözləyin ki, görək mənim aqibətim nə olacaq. Əgər mən şəhadətə yetsəm, o zaman onu yalnız mənə vurduğu tərzdə bir qılınc zərbəsi ilə aradan apararsınız. Əgər şəhadətə yetməsəm, mən özüm bilirəm ki, onunla necə rəftar etmək lazımdır. Və Həzrət Əli əleyhissalamı aparırlar evinə və evində xəstə yatağında yatır. Bütün qeyd olunur ki, Küfənin yetimləri, kimsəsizləri hamısı Həzrət Əli əleyhissalamın qapısına süd gətirmişdilər. Nəyə görə? Çünki təbib gəlir Həzrət Əli əleyhissalamı yoxlayır və yoxladığı zaman deyir ki, zəhər artıq onun beyninə, onun daxilinə sirayət edibdi və zəhərli qılınc olubdu və yəni mahaldır ki, bundan şifa inayət eləsin, vəsiyyət etməsini tövsiyə edir ona və Əli əleyhissalama sadəcə bunu deyir ki, onun yarasını, onun zəhərin yəni irəliləməsi
mədəsini yüngülləşdirmək üçün süddən istifadə etsin. Bu zaman Kufənin bütün yetimləri əllərində kasada südlə qapıya gəlirlər və Həzrəti Əli əleyhissalamın sağalması üçün ümidvar olurlar. Bütün sahabələr onun qapısında toplaşır və vay-şivən edib ağlayırlar. Qeyd olunur ki, İmam Həsənə Əli əleyhissalam əmr eləyir ki, sahabələrə əmr etsin ki, onlar getsinlər öz evlərinə, məətəl qalmasınlar qapıda. Bu zaman İmam Həsən onun sifarişini çatdırır çöldəki insanlara və onlar hamısı dağılışıb evlərinə gedirlər. Amma tarixdə qeyd olunur ki, Əsbəğ ibn Nəbatə adında bir səhabə olur ki, Əsbəğ ibn Nəbatə qapıdan getmir və elə qapıda hönkürtü ilə ağlayır. İmam Həsən gəlir deyir ki, məgər sənə demədimmi ki, atam Əli deyir ki, getsinlər hamısı evinə, mənim sözüm Əlinin sözüdür. Deyir ki, yəni İmam Həsən, mən istəyirəm gedəm, amma ayaqlarım mənə kömək etmir və qüvvətim yoxdur ki, Allahın höccətini, imamını burada qoyum, can verən halda gedim. İstəyirəm son ləhzədə onu görüm, yəni onunla görüşüm və onun sifarişlərini eşidim, onun sözlərini eşidim. Və Əli əleyhissalamın yanına girmək üçün təlaş edir və çalışır. İnşallah ki, yəni söhbətimizin davamını gələn gündə qeyd edəcəm Allahın izni ilə və Əli əleyhissalamın necə dəfn olması barəsində maraqlı tarixi faktlar qeyd edəcəm ki, bizi izləməyə davam edin inşallah. Sizi Allaha əmanət edirəm. Sağ olun, salamat qalın.